məlum müalicə məsələləri üçün gəlmişik. Amma biz hər gələndə köşklərdən qəzetləri götürürük, alırıq. Bu təbii ki, qəzet böyük bir mədəniyyətin və xalqın tarixinin çox önəmli bir hissəsidir. Hətta mən sizə deyim ki, yazılı mətbuat, görsəl mətbuatdan, elektron mətbuatdan çox önəmlidir. Məsələ, indi bax o Allahın təbiətidir. O quş da bizimlə burada bir yerdə danışır. Bayaq da burada bir ərəblər vardı, onlar da bizlə bir yerdə danışırdılar. Amma biz mətbuatdan danışırıq. Yazılı mətbuat dünya tarixinin ümumiyyətlə simasını əks etdirən bir nəsnədir. Yazılı mətbuat tarixi özündə əks etdirib həmişə. Deyək ki, onlayn mətbuat var, saytlar var, deyək ki, görsəl mətbuat var, televiziyalar var. Məsələn, bunun hamısının özünün yeri var, özünün dəbi var. Bugün saytlar çox populyardır, bugün elektron, deyək ki, informasiya vasitələri populyardır, bugün televiziyalar populyardır, bugün sosial şəbəkələr çox populyardır. Facebook, Instagram, hələ YouTube, ümumiyyətlə bir dünya hovuzu, bir dünya televiziyası. Ona dünyanın mərkəzi televiziyası da demək olar, televiziyası. Yəni, amma bütün bu o demək deyil ki, sən ayrıca bir ölkədə yazılı mətbuatı ləğv eləyirsən. Bu elektron informasiya vasitələridir, saytlardır, televiziyalardır, YouTube'dur, bu Amerikada da var, Rusiyada da var, Türkiyədə də var. Çox böyük blogerlər var, çox böyük yazarlar var. Fatih Altaylılar var Türkiyədə, Yılmaz Özdillər var. 100 minlərlə tirajı olan adamlar var. İnsanlar oturur və ölkənin gündəminə təsir edirlər. Yəni, bütün bunları əsas gətirərək deyirəm mən. Azərbaycan mətbuatı süni şəkildə bu vəziyyətə gətirilir. Baxın, Türkiyədə bu süni deyil. Türkiyədə də oldu müdaxilə. Hörmətli Erdoğan gələndən sonra Türkiyədə də müdaxilə oldu. Bəzi qəzetlər əldən əl dəyişdirdi, bəzi qəzetlər sıradan çıxdı, bəzi qəzetləri satın aldılar, bəzi televiziya orqanlarını bağladılar, birləşdirdilər. Amma bu o demək deyil ki, bütün müxtəlif səslər, bütün pluralizm ortadan qalxır. Ona görə Azərbaycan mətbuatında durum tamamilə bizim öngördüyümüzdən də dəhşətlidir. Bizdə məmurlar, bu iş bilməz məmurlar, Azərbaycan xalqına və toplumuna, bizim millətə düşmənçilik eləyən məmurlar biraz da get filan kəsin barmağını gətir mənə, gəldilər adamın qolunu apardılar. Yəni, bunlara dedilər ki, Azərbaycan mətbuatını biraz dizayn eləyin, biraz Azərbaycan mətbuatına biraz müəyyən xətlər gətirin, o xətləri mətbuat keçməsin. Bunlar Azərbaycan mətbuatının başını üzdülər. Və bunlar kimdir? Ramiz Mehdiyev başda olmaqla Əli Həsənov və onun komandası. Və Əli Həsənovun komandası bugün də Azərbaycanda hakim mövqedədir. Həm mətbuat şurası olsun, həm əsas qəzetlər olsun. Azərbaycan mediasını öncə satın aldılar. 1998-ci ildən başladı. 98-ci ilə qədər Azərbaycan mediasında çox gözəl, çox belə müəyyən müstəqillik davaları hələ də var idi. Amma 1998-ci ildən bu hadisələr başladı. Medianı əvvəlcə satın aldı. Əli Həsənovun başçılığında. O zaman bir adam da vardı, bir ad da vardı, Rıza İbadov. O zaman Azərbaycan mətbuatının paralarını, pullarını həmin Rıza İbadovlar bəzən verirdilər. Əvvəlcə Azərbaycan mətbuatını, yazılı mətbuatını satın aldılar. Və təbii ki, təkliflərin içərisində zaman-zaman danışmışıq. Biz də var idik, bizə də gəlirdi bu təkliflər. Bizi də müəyyən dərəcədə bu hadisələrin içərisinə çəkmək istəyənlər var idi. Müstəqilliyini satmayanlar, xarakterini satmayanlar, dəyişmək istəməyənlər, dəyişə bilməyənlər dəyişmədi. Və Azərbaycan mətbuatı əvvəlcə müstəqilliyini itirdi, sonra mövzu müstəqilliyini itirdi.
və indiki hala gəldi. Tam bir bağımlılıq hala gəldi, asılı hala gəldi. Yəni indiki mətbuatda mən dünən Vüqar Tofiqoğlu haqqında da danışdım. Yəni hətta reklam müqaviləsi güvəncəsi də yoxdur. Məsələ 3-4 iş adamı ola bilər, 1 iş adamı ola bilər, sənlə müqavilə bağlayar. Yəni ki, sən bu işi görürsən, mənə media xəbərdə mənim işlərimi sən görürsən, sən mənim işimi təbliğ eləyirsən, bu qaydalarda və yaxud da mənim haqqımda bir iddia olanda həmişə olub biz Azərbaycanda məhkəmələrdə də bu müqavilələri bağlamışıq. Ki, bizdən sizə informasiya daxil olanda bizim də münasibətimizi götürün, bizim də münasibətimizi alın. Bu reklam müqaviləsidir. Yəni, Vüqar Tofiqoğlu işində də görünür ki, artıq reklam müqaviləsi anlayışı da yoxdur. Çünki sən reklam bağlaya bilərsən və sənin reklam bağladığın adama prokuratura və istintaq orqanları gəlir deyir ki, denən ki, Əvəz Zeynallı mənə hədə qorxu gəldi. Və salam düşüb, tamam, qutardı. Əvəz Zeynallı mənə hədə qorxu gəldi, Vüqar Tofiqoğlu mənə hədə qorxu gəldi. Dediyin an məsələ bitir və bu iş olur cinayət işi. Və 5 ildən 10 ilə, 8 ildən 12 ilə maddələrlə. Yəni, əvvəlcə Azərbaycan mətbuatının mövzu müxtəlifliyini aldılar, müstəqilliyini aldılar, iqtisadi asıllığa, tam iqtisadi asıllığa gətirdilər Azərbaycan mətbuatını. İndi bilirsiniz Azərbaycan mətbuatını, təsəvvür edin ki, dev bir ağaçdır, nəhəng bir ağacı təsəvvür edin. Ağacı devirmək mümkün deyil. Amma qurtlar gəlir, ağacın dibinə sabun köpüyü tökürsən, zərərli maddələr tökürsən. Zaman biz belə hadisələrin şahidi olmuşuq. Bizim Azərbaycanda çox parkların gözəl ağaclarını kəsəndə icrabatçılar onların dibinə sabun köpükləri, kanalizasiya suları axıdıb ağacı qurudurdular. 2 aydan sonra da kəsirdilər. Ağac öz-özünə çevrilirdi. Yəni bu dev ağacın dibinə zərərli materiallar verdilər. İndi o ağac o hala gəlib ki, indi həbsdən əvvəlki əvəzdən, həbsdən sonraki əvəzə gəlib o heç. Yəni sağlam, güclü, hayqırışlı səsi olan bir adam, bir mətbuat, indi olub Əvəz Zeynalın indiki halı. Yəni belə üf eləsən yıxılacaq. İndi də deyirlər ki, gəlin il Azərbaycanın yazılı mətbuatını bağlayaq. Çünki buna dövlət pul çatdıra bilmir. Çünki buna yuxarıdan pul çatmır. Yuxarıdan da deyiblər ki, əşitdə, sizin nə mənanız var bizim üçün? Sizin nə əhəmiyyətiniz var bizim üçün? Lazım deyil, bağlayın bunları. Və media ona görə bu hala gəlir. Mövzu müxtəlifliyi ona görə ölür. Ona görə Azərbaycan mətbuatı bir gün Rusiyanın əleyhinə, hamı səhər dururuq ki, səhərdən axşamı Rusiyanın əleyhinə. Sonra Rusiya ilə münasibətlər düzələn kimi İranın əleyhinə yazmaq lazımdır. Bir dənə deyək ki, tapşırıq gəlir İranın əleyhinə. Bu siyasi təbliğat maşınına çevrilib də əslində mətbuat. Mətbuat siyasi təbliğat vasitəsinə çevrilsin. Amma seçim də olmalıdır. Dövləti müdafiə eləsin, mətbuat dövlətin olsun, dövlətin strateji maraqlarını müdafiə eləsin. Amma mətbuat azad olsun. Azad olsun, dövlətin öz xətti olsun. Biz dövlətin xəttini, prezidentin görüşlərini, müəyyən strateji addımları, Zəngəzur dəhlizini, Ermənistan üzərində total qələbəmizi, kapitulyasiyanı biz onu müzakirə eləyək. İranı müzakirə eləyək, Rusiyanı müzakirə eləyək, İsraillə münasibətlərimizi müzakirə eləyək, Türkiyə ilə məsələləri müzakirə eləyək. Əleyhinə deyən olacaq, lehinə deyən olacaq. Hər insanın öz fikri var. Amma biz bir əldə, bir tək orqana çevrilməyək. Və bir tək orqana çevriləndə belə olur. Deyirlər ki, artıq mətbuatı bağlayaq, yazılı mətbuatı bağlayaq. Niyə bağlayaq? Balam, yazılı mətbuat bu ölkənin tarixi. 1998-ci ildən bu günə kimi təsəvvür edin ki, Azərbaycan tarixi yoxdur. Amma 88-ci illər, 70-ci illər, 60-cı illər, 90-cı illər, get bugün gir Milli Kitabxanaya, qəzetlərə bax, orada tarix var. Çünki qəzetlərdən tarixi silmək olmur. Onlayn mediadan silmək olur. Bir hakeri göndərirlər, haker saytı dağıdır. Bütün məlumatlar itir. Bir hakeri göndərirlər,
YouTube kanalını vurur. YouTube kanalını dağıdır. Sənin bütün əməyin gedir. Amma qəzeti dağıda bilmirlər çünki qəzet çap olunur. Qəzet əllərdədir, var. Bugün də bayaq dediniz. Bugün də çıxırıq Türkiyədə kioskalarda qəzetlər var. Qəzetlər satılır. Kifayət qədər də məbləğlə satılır. Kifayət qədər tirajı var. 500.000 tirajı var, 300.000 tirajı var, milyon tirajı var. Elə Avropanın özündə də yazılı Avropada mətbuata var, münasibət Amerikada tamam var. fərqlidir. Yəni qəzetin qoxusu, qəzetin enerjisi tamam ayrıdır. O nə deməkdir mövzu qutarıb? Mövzu ona görə qutarıb ki, Azərbaycan mətbuatı əldən gedib. Azərbaycan mətbuatının özü qutarıb. Allah rəhmət eləsin. Məhəmməd Arazın gözəl bir şeir var. Deyir, bəzən mövzuların tükənməyi də dönüb tükənməyən mövzular olur. Yəni bəzən mövzular tükənəndə yenidən daha nəhəng, daha böyük mövzular meydana. Əslində